İbn Məcənin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Ümmətimdən elə insanlar olacaq ki, Tihəmə dağı boyda xeyir əməllərlə gələcəklər. Amma biz onların əməllərini ovulmuş toza çevirəcəyik. Bunu eşidən səhabə Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur. Ya Rasulallah, onları bizə vəsf et ki, biz də onlardan olmayaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, onlar sizin din qardaşlarınızdır. Hətta gecə namazlarına qalxırlar. Gündüzləri isə oruç tuturlar. Amma Allahla təşrikdə qaldıqda günah əməllər edirlər. Bu hədisdən başa düşürük ki, insan nə qədər də zahirdə xeyirli əməllər etsə də, təşrikdə qaldıqda Allahı unutmamalıdır. Bu, riyaya girdiyi üçün onun əməlləri sıfıra, yəni heç bir şeyə çevrilə bilir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisdə dediyi kimi ovulmuş toza çevrilə bilir. Əssəlamu aleykum.